أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين سيدنا ونبينا محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين، واللعن الدائم على أعدائهم أجمعين من الأولين والآخرين إلى لقاء يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Möhtərəm möminlər, möhtərəm möminələr, Allah bu mübarək cümə gününü hamımız üçün xeyirli, bərəkətli, uğurlu qərar versin. Bu gözəl günlərin feyz və bərəkətindən bizləri binəsib eləməsin. Dünyadan köçüb gedənlərimizi, şəhidlərimizi rəhmət eləsin. Allah əskər balalarımızı düşmən şərrindən hifz eləsin. Xəstələrimizə, xüsusən duaya ehtiyacı olan xəstələrimizə tezliklə şifa inayət eləsin inşallah. İmam Zaman ağanın zuhurunu tezləşdirsin, zuhuru ilə dünyamızı gözəlləşdirsin. Bizləri ağanın zuhuruna hazır olanlardan qərar versin. Hamımızın aqibətini, axirətini xeyirli və izzətli qərar versin inşallah. Bütün bu dualarımızın qəbulundan ötürü Muhammed və Ali Muhammedi 3 dəfə ucalı salavatla yad ediyoruz. Nə üçün müəyyən zamanlar, vaxtlar ibadət üçün, itaət üçün Allah yanında daha çox dəyərlidir? Başqa bir cümlə ilə desək, nə üçün ibadət və itaət üçün müəyyən mövsumlar təyin olunub şəriət tərəfindən? Yəni, haman mövsumlarda, haman vaxtlarda ibadət eləməklik, namaz qılmaqlıq, oruç tutmaqlıq, dua eləməklik, zikr eləməklik digər günlərdən, aylardan fərqlidir. İbadətin məyər mövsumu olur. Təbii, əziz qardaşlar, Allaha ibadət, namaz, oruc və digər dualar hər ayda, hər gündə, hər saatda lazımdır, gərəkdir. Lakin müəyyən mövsumlar var ki, o daha önəmlidir. Bu, Allahın xüsusi inayətidir cəmiyyətə. Baxın, belə izah edeyim. Nə üçün mövsumlar var ibadətlər üçün? Çünki əgər bir şey həmişə, hər gün eyni dəyərdə olsa, dəyərini nə edir? İtirir. Mən sadə bir misalla bunu izah eləmək istəyirəm. Baxın, bizim uşaqlarımız üçün bayram nə üçün dəyərlidir? Məsələn, bizim el bayramımız, Novruz bayramı nə üçün dəyərlidir? Çünki o ildə bir dəfədir. İnsanlar onu gözləyir. Uşaqlar onu gözləyir. Xüsusən uşaqlar gözləyir. İndi fərz eləyək ki, bu əgər ildə 5 dəfə, 6 dəfə belə bir Novruz bayramı olsaydı, haman əhəmiyyətdə, haman dəyərdə olardı. Olmaz. Bir şey ki, çox oldu, dəyəri nə olur? Aşağı olur. Amma az olanda nə olur? Dəyəri çox olur. İnsanlar onu şövqlə, istəklə nə edirlər? Gözləyirlər. Ona görə də Allah Subhanahu və Teala da, əziz qardaşlar,
müəyyən mövsümlər yaradıb, müəyyən vaxtlar, zamanlar yaradıb və o zamanlara digərlərindən fərqli dəyər verib. Ki, insanlar o günləri şövqlə, həvəslə gözləsinlər və o günlərdə xüsusi şəkildə nə eləsinlər? İbadət, itaət eləsinlər. Əziz qardaşlar, biz artıq Rəcəb ayının astanasındayıq. Ramazan ayında bir şey qalmayıb. Rəcəb ayı, Şəban ayı, sonra Ramazan ayı. Allahın ibadət üçün, Allahın dua üçün, Allahın tövbə üçün xüsusi şəkildə bizim üçün təyin etdiyi ən önəmli aylardan biri də nədir? Rəcəb ayıdır ki, biz inşallah artıq o Rəcəb ayının astanasındayıq. Yavaş-yavaş 1-2 günə Rəcəb ayına daxil olacaq. Ona görə də biz bu Rəcəb ayı daxil olarkən hansı əməllərə diqqət eləməliyik, nələri eləməliyik? Çünki bu aylar həqiqətən də önəmli aylardır, günlər önəmli günlərdir. Xoş olsun o kişilərin halına ki, o kişilər, o insanlar bu ayların dəyərlərini bilirlər və öz önəmli əməllərini bu aylarda icra edirlər. Və xoş olsun bu ayda üzlərinə hidayət qapısı açılan kişilərin halına ki, onlar bu ayda hidayət olunurlar və bu ayda xüsusi şəkildə tövbə edirlər. Rəcəb, Şəban, Ramazan Allah Subhanahu və Taala'nın ən dəyər verdiyi aylardan biri sayılır bu üç ay. İnşallah dua eləyək ki, Allah Subhanahu və Taala bizi bu ayın dəyərini bilənlərdən qərar versin və bu ayda Allah bizi bağışlanmışlardan qərar versin. Bu ayı Peyğəmbər və Əhl-i Beyti necə tövsiyə edibsə, biz də o ayı o cür qarşılayanlardan olaq inşallah. Bir neçə məsələ var. Əziz qardaşlar, o məsələlərə diqqət edək ki, biz də qiyamət günündə belə bir müraciət olunacaq. Eynər Rəcəbiyyun. Rəcəb ayı ilə əlaqəli olanlar hardadılar? Yəni, Rəcəbiyyun adı ilə müəyyən insanlar tanınacaqlar ki, onlar ancaq Rəcəb ayında nədir? Xüsusi şəkildə ibadət, itaətlə məşğul olublar, Rəcəbin əməllərini icra ediblər. Qiyamət günündə onlar Eynər Rəcəbiyyun, Rəcəb ayı ilə əlaqəli insanlar, Rəcəblilər, yoxdur bizdə Kərbəlayılar, Məşədilər, Rəcəblilər hardadılar? Nidası ilə Allah nədir? Müraciət eləyəcək və bu ayı xüsusi şəkildə diqqət nəzərində saxlayıb ibadət edənlər qalxıb gedəcəklər Allahın o nidasına cavab verəcəklər. Allah bizləri də o insanlardan qərar versin inşallah. Əzizlər, ümumi şəkildə hər bir ay dəyişəndə, söhbət müsəlman ayı, yəni hicri qəməri ayı bitib, yeni ay gələndə tövsiyə olunan işlər var ki, o Rəcəbə ancaq aid deyil, Rəcəbdə də keçərlidir, Şəbanda da keçərlidir, Ramazanda da keçərlidir və digər aylarda da keçərlidir ki, biz bir ay bitəndə, digər aya keçəndə nələri eləsək daha yaxşıdır? Peyğəmbər və Əhl-i Beyti bizə hansı əməlləri tövsiyə edib? Birinci, müstəhəbdir ki, təzə ayın hilalı görünəndə, səmada təzə ayın hilalı görünəndə müstəhəbdir ki, insan Fatihə surəsini 7 dəfə oxusun. Fatihə surəsi, yəni Bismillahirrahmanirrahim, Elhamdülillahi Rabbil aləmin, Vələddallin, bura qədər. Qul huvallahsız. Biz adətən Fatihə deyəndə ikisini bir yerdə oxuyuruq, ancaq Həmd surəsi yəni. Həmd surəsi təzə ayın hilalı səmada görünəndə onu 7 dəfə oxumaq nədir? Müstəhəbdir, bunu Peyğəmbər sallallahu aleyhi və səlləm deyir. Deyir, kim onu oxusa, ay boyu göz xəstəliyindən və göz bəlalarından Allah onu amanda saxlayır. Ayı görən kimi 7 dəfə
Həmd surəsini oxumaq müstəhəbdir. Bu Rəcəbə aid deyil, hər ayın girişində belə bunu icra eləmək lazımdır. Rivayət olunur ki, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm təzə ayın hilalını görəndə, səmada ay görəndə 3 dəfə Allahu Əkbər deyərdi. Allahu Əkbər, Allahu Əkbər, Allahu Əkbər. Sonra 3 dəfə La ilahə illallah deyərdi ardıcıl. Sonra deyərdi Elhamdülillah əlləzi əzhəbə şəhrə kəza və cəə bi şəhri kəza. Azərbaycan dilində biz də inşallah təzə ay girəndə, indi Rəcəb girəndə bu sözləri demək öz dilimizdə elə kifayət edir. Həmd olsun o Allaha ki, məsələn, Cəmadi-Üssani ayını apardı yerinə təzə ay olan Rəcəbi daxil etdi. Bu digər aylarda ondan qabaqki ayın adını çəkirsən, o getdi, yenisi gəldi. Rivayət deyir, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm hər ay dəyişəndə, bitib yeni aya girəndə 3 dəfə Allahu Əkbər, 3 dəfə La ilahə illallah, sonra bu cümlələri deyərdi. Müstəhəbdir ki, biz də bu işi inşallah Rəcəb ayı daxil olanda və Rəcəbdən sonra Şəban, Şəbandan sonra Ramazan, hər müsəlman ayının ilk dəfə, ilk gecəsində hilalı görən zaman bu cümlələri, bu zikirləri eləyək inşallah. Ümumiyyətlə, əziz qardaşlar, Rəcəb ayı çox önəmli aydır. İnşallah bu ay boyunca biz məlumatları verəcəyik, hansı əməllər icra eləmək lazımdır və keçən xütbələrdə də bunlar barədə keçən ildə məlumatlar verilib. Sadəcə olaraq mən bu günləri istəyirəm sizə bəzi Rəcəb ayının ilk gecəsində hansı əməllərə diqqət edəcək. Ay ki daxil oldu, hilal göründü, hansı işləri icra eləyək, hansı əməllər bizə Peyğəmbər və Əhl-i Beyti tərəfindən tövsiyə olunub. İndi deyəcəyim əməllər Rəcəb ayının 1-ci gecəsinə nədir? Aiddir. Çünki Rəcəb ayının, əziz qardaşlar, ilk gecəsi çox önəmli gecələrdəndir. İlk gecəsi. Özü çox əzəmətli aydır, amma ilk gecəsi tam fərqli nədir? Gecədir. Ona görə də İmam Cəfər-i Sadiq əleyhissalatu vəssalamdandır bu rivayət. O da öz atasından, babasından rivayətin sənədi bitir. Həzrəti Əli əleyhissalatu vəssalamda deyir, ən Aliyyin əleyhissalam. Həzrəti Əli əleyhissalatu vəssalamdandır. Kana yu'cibuhu ən yefruğa nəfsəhu ərbə'ə ləyalin fissənə və hiyə əvvəlu leylətin min Rəcəb və leyletun nasf min Şə'ban və leyletul fitr və leyletun nəhr. İmam Cəfər-i Sadiq deyir, Həzrəti Əli əleyhissalatu vəssalamdan nəql olunur ki, Həzrəti Əli il boyu 4 gecədə özünü bütün məşğuliyyətlərdən azad edib, o gecələrdə xüsusi dua və zikr ibadətlə məşğul olurlar. 4 gecə vardı ki, il boyu Həzrəti Əli o gecələrə diqqət edir. Hansı gecələridir? Birincisi, Rəcəbin ilk gecəsi. İkinci, Şəban ayının 15-i gecəsi. Biz Nimə-i Şəban deyirik ona. Üçüncüsü, Fitr bayramı gecəsi. Fitr bayramı yəni Ramazan bayramı gecəsi. Səhər ki bayram olar, o gecəyə Həzrət Əli diqqət edərdi. Və leylətun nəhr və Qurban bayramı gecəsi. Bu 4 gecə çox önəmli gecədir. Təbii ki, Qədr gecəsi öz yerində, amma Həzrət Əli bu gecələrə xüsusi şəkildə diqqət edərdi. Rəcəbin 1-ci gecəsi, Şəbanın 15-ci gecəsi, Ramazan bayramı gecəsi, Fitr bayramı və Qurban bayramı gecəsi. Ona görə də biz də öz imamımızdan ilham alaraq, bizim borcumuz budur ki, biz də o gecələrə diqqət edək. Görək bizə Əhl-i Beyt əleyhissalatu vesselam hansı əməlləri tövsiyə edib ki, biz o gecələrdə bu əməlləri icra edək. Birinci, Rəcəb ayının hilalını görərkən bu duanı eləmək müstəhəbdir. Mən indi həm ərəbisini oxuyuram, həm də Azərbaycan dilində onu deyirəm ki, elə öz dilimizdə o sözləri inşallah bacardığımız formada ifadə edərik.
Allahumma ahillahu aleyna bil emni vel imani ve selameti vel islam Rabbi ve Rabbukallah azze ve celle. İlahi sen bu ayı bizim üçün imanla, əmin-amanlıqla bizə tərəf gətir, bizi bu aya imanla, sağlamlıqla, İslamla bizi bu aya, müsəlman olaraq bu aya bizi daxil et. Həzrəti Peyğəmbər baxarmış, aya belə deyərdi və aya müraciət edərdi. Ayla sanki danışardı. Rabbi və Rabbuka Allahu azze ve celle. Ey hilal sənin də və mənim də Allahım uca, sənin də və mənim də Rəbbimiz uca Allahdır. Yəni sən də bir məxluqsan, biz də bir məxluquq. Biz hamımız o Allahın yaratdığı məxluqlarıq. Ona görə də yəni bunun Rəcəb ayının hilalını görəndə dua eləmək, ilahi bizə sağlamlıq ver bu ayda, sağlamlıqla bu aya daxil olaq, bu müstəhəb dualardan. Rivayət olunur ki, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm Rəcəb ayının hilalını, ayını görəndə belə deyərmiş. Allahumma barik lana fi Rəcəbə və Şə'ban və bəlliğna Ramazan və ə'inna aləs-siyami vəl-qiyami və hifzil lisan və qaddil basar və la təc'al hazzana minhul cu'a vəl-ataş. Tərcüməsi belədir. İlahi, sən Rəcəb və Şəban aylarını bizim üçün mübarək qərar ver. Peyğəmbər belə dua edirdi. Və sən bizi bu aylardan sonra Ramazana yetişməyi nə bizə nəsib elə. Və bu ayın orucunda və namazında bizə yardımcı ol, bizə kömək elə ki, bu ayın orucunu, namazını doğru formada icra eləyə bilək. Bu ayda dilimizi qorumağa və gözümüzü haramdan çəkməyə bizə kömək ol. Bu ayda bizim payımızı, bizə düşən payı yalnız aclıq və susuzluq qərar vermə. Bu da odur ki, bəzən oruç tutana dəfələrlə bu rivayəti demişəm, ancaq nə qalır? Susuzluğu və aclığı qalır. Çünki oruc əsas Allah istəyən oruc kimi olmur. Ona görə də Peyğəmbər dua edir ki, biz ki, mübarək aya daxil oluruq ki, bizi sağlamlıqla, səhhət bədənliklə Ramazana yetişdir və bu ayda bizi müvəffəq olan insanlardan qərar ver. Bizə ancaq belə aclıq, susuzluq qalmasın ki, biz elə o əməlləri icra eləyək, amma o əməllər nə üçün, kim üçün, nə səbəbə icra olunur, onlardan xəbərdar olmayaq. Bu cür insanlardan olmayaq inşallah. Peyğəmbər bu duanı da deyir, özü üçün həmişə eləyərdi və bizə də tövsiyə olunub ki, bu duanı eləyək. Əzizlər, növbəti əməl Rəcəb ayının ilk gecəsi ki, sabit oldu. Haman gecənin şam namazından ta sübh namazına qədər qusl etmək müstəhəb. Rəcəb ayının niyyəti ilə qusl eynidir. Yəni, cənabət quslu olsun, heyz quslu olsun, bayram quslu olsun, Rəcəb ayının ilk gecəsinin quslu olsun, cümə quslu olsun. Qusulların keyfiyyəti dəyişmir. Niyyət nədir? Ancaq dəyişir. İnşallah yenə də Rəcəb ayının ilk gecəsində nə eləyərik? Bu gecənin, bu mübarək ayın daxil olması, hilalının daxil olması niyyəti ilə bir qusl eləmək müstəhəbdir. Ta sübh namazına qədər vaxtı var. Şam namazından, gün batandan sübh namazına qədər vaxtı var. Peyğəmbər sallallahu aleyhi və səlləm rivayət deyir bu qusl barəsində. Baxın, gözəl bir söz deyir. Deyir, mən ədrəkə şəhrə Rəcəb fəğtəsələ fi əvvəlihi və əvsatihi və axirihi xərəcə min dunubihi kəyevmin vələdəthu ummuh. Kim Rəcəb ayına daxil olsa, onun ilk gecəsi, onun ortancıl gecəsi, yəni 15-ci gecə və onun sonuncu gecəsi qusl etsə, o öz günahlarından dünyaya gəldiyi gün kimi hamısından çıxmış olur. Allah onun günahlarını necə ki quslunu verir, o qusl suyu onun bədənini təmizləyir, Allah da onun mənəvi aləmini elə bil ki, bugün doğulmuş insan kimi ona edir. Təbii ki, yenə də deyirəm, elə boş qusl insanın bütün günahlarını bağışlasaydı bizim
nə dərdimiz, nə qəmimiz var idi. Təbii Allah Subhanahu və Taala digər əməllərə diqqət eləsək, indi biz günahkar, hamımız günahkarıq. Yəni heç kim deyəməz ki, mənim günahım yoxdur. İnsan məsum deyil, lakin insan əməllərinə diqqətlidir və ondan əlavə bu işləri də icra eləyir. Allah onun xırda məqsədi olmadan, israrı olmadan etdiyi günahları nə eləyəcək? Bağışlayacaq. Yaxud mən elə il boyu günah edeyim, Rəcəb gələr, 3 dənə qüsul verərəm, iş qutaracaq. bu xam xəyaldır, bu deyil. Və yaxud boynumda kiməsə borcum var, haqqım var, ona atmışam, buna atmışam, elə 3 qüsul verərəm, qutararsa, onda da cəmaət dəyəcək bir-birinə. Ona görə bu, yəni əməllərində diqqətli olan insanlara aiddir. Və illa ki bizim günahımız var, nə qədər gündə günaha baxırıq, nə qədər qeybət eləyirik, nə qədər o qədər sözlər gedir ki, onları bəzən diqqətsiz günahlar eləyirik ki, Allah bu kiçik əməllər vasitəsilə bizim o günahlarımızı nə eləyir? Bağışlayır. Əlbəttə, yəni məqsədli günahların tövbəyə ehtiyacı var. Əlbəttə ki, boynumuzda haqq varsa, o insanlarla halallaşmaq lazımdır. Bunlar öz yerindir. Rəcəb ayının ilk gecəsində qüsuldan sonra ən önəmli əməllərdən biri İmam Hüseyn əleyhissalatu vesselamın ziyarətidir. Hüseyn bizim hər günümüzdür. Hara gediriksə Hüseyn bizləndir. Bunu bizim tövsiyəmiz yox. Bax, Əhl-i Beytin tövsiyəsidir ki, şad günümüzdə də, qəm günümüzdə də Hüseyn bizim bütün məclislərimizin zinətidir və bütün əməllərimizin nə idi? Əsasıdır. Allah ona bu lütfü verib, bu bərəkəti verib İmam Hüseyn əleyhissalatu vesselam. Ona görə də Rəcəb ayının ilk gecəsində də ən önəmli əməllərdən biri İmam Hüseyni ziyarət eləməkdir. Kim indi yaxından ziyarət edə bilir, xoş onun halına. Kim ora gedə bilmir, müəyyən ziyarətnamələr var, onları oxusun, İmam Hüseynə salam versin, ziyarət Aşura və digər ziyarətnamələr. Və kim də heç bunları bacarmayan insan da rivayətdə var, evinin damına qalxsın, indi damına qalxa bilmirsə, hündür bir yerdə, evinin pəncərəsini açsın, hündür bir yerdə qalsın, üzünü tutsun Kərbala səmtinə, desin, Əssalamu aleykə ya Əba Abdillah, Əssalamu aleykə və rəhmətullahi və bərəkatuhu. Bu sözləri təkrar eləsin, Allah onun üçün bunu nə edir? Ziyarət savabı yazır. Və hətta hədislərdə var, ona həc və ömrə savabı verilir bu kəlmələrlə. Nə qədər İmam Hüseynin ziyarətinin nəyi var? Əzəməti var. Rəcəbin ilk gecəsində ən önəmli əməllərdən biri də, qardaşlar, nədir? İmam Hüseynin ziyarətidir. Ən azından bu kəlmələri deməyi yaddan çıxarmayın. Ən azından bu kəlmələri ilk gecədə deməyi unutmayın. Ondan əlavə, əzizlər, namazlar var. Qılınması müstəhəb olunan namazlar var. Mən o namazlardan 3-ünü sadəcə deyirəm sizə. İndi hərə öz bacarığına görə, vaxtına görə o namazları icra eləmək məqsədə uyğundur, inşallah. Birinci namaz şamla xüftən namazı arasında, məğriblə işa arasında. Yəni şam namazını 3 rükətin qılandan sonra xüftəni biraz gecikdirirsən, onların arasında bu namaz qılınır. O nə namazdır? 2 rükət namazdır. Niyyəti də Rəcəb ayının ilk gecəsinin namazını qılıram, qürbətən ilallah. Niyyət elədin, iqamə yoxdur. Əs-salah, 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 Rəcəb ayının ilk gecəsinin namazını qılıram, qürbətən ilallah. Həmdi oxuyursan, həmdən sonra deməli, üzr istəyirəm, bu 2 rükət işadan sonra mən bunları qarışdırdım. Qoy bunu təzədən deyim bu namazı. Şamla xüftən arasında 2 rükət deyil. Şamla xüftən arasında 20 rükət namazdır. Sadəcə 20 rükət, 2 rükət qılınır 10 sübh namazı kimi. 10 sübh namazı kimi. Diqqət elədiniz, şamı qılandan sonra eyni ilə 10 namazda da, onunda da niyyət eynidir. Niyyət eynidir. Əs-salah, əs-salah, əs-salah deyirsən, Rəcəb ayının ilk gecəsinin namazını qılıram, qürbətən ilallah, 10 dənə sübh namazı kimi namaz qılırsan. Eyni ilə sübh namazı kimi. Həmdən sonra bir dəfə qul huvallah.
Həmdi deyirsən, bir dəfə qul huvallah. Bütün rükətlər də belədir. Elə bir sübh namazını qılırsan, sadəcə onu 10 dəfə nə edirsən, təkrar edirsən. Aydın oldu bu namaz. İndi o dediyim ikinci növbəti namazda izah edəcəyəm onu. Deməli, birinci gecədə müstəhəb olan namazlardan biri və ən önəmli namazlardan biri şamı qılandan sonra xüftəni gecikdirirsən biraz. Bu iki namazın arasında neçə rükət namaz qılırsan? 20 rükət namaz qılırsan. 10 dənə 2 rükət, 20 rükət namaz qılırsan. Niyyəti nədir? Rəcəb ayının ilk gecəsinin namazını qılıram, qurbətən ilallah. Bura kimi aydındır. Namazı da nə edirsən? Bir həmd, bir qul huvallah. Həmd, qul huvallah. Sübh namazı kimi heç bir dəyişiklik yoxdur orada. Əziz qardaşlar, Peyğəmbər sallallahu aleyhi və səlləm bu namazı sahabələrinə deyəndə belə bir sual verib. Ətədrunə ma səvabuhu. Bilirsinizmi ki, bu namazın savabı nədir? Deyib ki, belə bir namaz qılasınız, sonra deyib, bilirsiniz bunun savabı nədir? Qalu Allahu və Rasuluhu a'lam. Deyirlər ki, ya Rasulallah, Allah və Peyğəmbər bizdən yaxşı bilir, sən bilərsən, biz bilmirik. De görək nədir? Deyir, fə innər ruhal əmin alləməni zalik. Və hasara Rasulallah sallallahu aleyhi və səlləm an zira'ayhi və qal. Deyir, bu namazı mənə ruhul əmin Cəbrail öyrədib. Peyğəmbər deyir, bunu danışanda o qədər önəmli bir əməl kimi danışırdı ki, öz elə bir qollarını çırmalamışdı və belə dedi. Dedi, hufzun vallahi fi nəfsihi. Deyir, hufiza vallahi fi nəfsihi və əhlihi və malihi və vuldihi və ucirə min azabil qabr və cazə aləs-sirati kəl-bərqil xatifi min qeyri hisab. Kim bu namazı qılsa, Allah onu özünü, ailəsini, malını və övladlarını hifz edir. Gələn ilə qədər. Və qəbr əzabından amanda qalar. Və sirat körpüsündən ildırım sürəti ilə hesabsız keçəcək. Kim bu 20 rükət namazı şamla xüftən arasında dediyim bu formada əgər icra eləsə. Yenə də təkrar edirəm. Yenə də elə bu namazla iş bitmir ha. Yəni digər əməllərimiz yerində olsa. Bu bir namaz əzizlər. Şam və xüftəni bitirəndən sonra başqa bir namaz var. O namaz nədir? O namaz 2 rükət namazdır. Şamı da qılıram, xüftəni də qılıram, bitirdim. Dururam ayağa, yenə də Rəcəb ayının ilk gecəsinin namazını qılıram. Qurbətən ilallah niyyəti ilə 2 rükət namaz qılırıq. Həmd oxunandan sonra həmdi oxuyuruq. Həmdən sonra Qurani Kərimdə İnşirah surəsi var. Cəmi 2-3 cümlədən ibarət. Çox qısa surə. Bəli, haman surəni. O surəni əziz qardaşlar əzbər bilməyən kağıza yazıb əlində tutub oxuya bilər. 2 rükət namazdır. Demək ki, mən bilmirəm bu surəni. Götür Azərbaycan dilində transkripsiyasını yaz, oxunuş formasını Azərbaycan dilində yazırsan, tut əlində, heç əlində qələmə tutma. Bugün telefonlarda hamısı var. Telefonu tut əlində. Bu namaza heç bir xələl gətirmir. O formada qılırsan. Demək, xüftən namazını bitirdikdən sonra nə edirik? Niyyət edirik. 2 rükət namaz Rəcəb ayının ilk gecəsi niyyəti ilə Həmd surəsi oxunandan sonra İnşirah surəsi oxunur 1 dəfə və Qul Huvallah surəsi isə neçə dəfə? 3 dəfə oxunur. Birinci rükətdə Həmd, İnşirah, sonra 3 dəfə Qul Huvallah. Ruku, səcdə. Bu birinci rükət tutardı. İkinci rükətə qalxandan sonra isə yenə Həmdi oxuyursan, yenə də İnşirah surəsini 1 dəfə oxuyursan, sonra Qul Huvallahı 1 dəfə oxuyursan, Fələqi 1 dəfə oxuyursan, Nası da 1 dəfə oxuyursan. Aydın oldu. Sonradan namazı tamamlayırsan. Bu da rahat bir namazdır. Yəni biraz uzun gəlməsin. Birinci rükətdə İnşirah 3 dəfə Qul Huvallah, ikinci rükətdə İnşirah 1 dəfə Qul Huvallah, 1 dəfə Fələq, 1 dəfə Nas. Bu surələri əzbər bilən əzbər oxuyur, bilməyən isə kağıza yazır, telefonunda tutur, qarşısında oxuyur. Heç bir iradı yoxdur. Və bu namazı qılan Allah Subhanahu və Teala nə savabı verir? Namaz bitəndən sonra
namazı ki bitirdin, qoy, namazı bitirəndən sonra nə eləməliyik? Salam ki verildi, 30 dəfə La ilahe illallah təkrar olunur. La ilahe illallah 30 dəfə. Və ondan sonra isə Peyğəmbər sallallahu aleyhi və səlləmə 30 dəfə salavat göndərilir. 30 dəfə La ilahe illallah, 30 dəfə də Allahumma salli ala Muhammedin və ali Muhammed. Rivayət deyir ki, bu namazı qılsa, Allah onun günahlarını dünyaya gəldiyi gün kimi hamısını nə edəcək? Bağışlayacaq. Əzizlər, növbəti namazı deməzdən qabaq bir şey də sizə deyim ki, müstəhəb namazları həm ayaq üstə, həm də oturan yerdə qıla bilərsiniz. Heç bir iradə yox. Laf sağlam adam istəyir ki, məsələn, oturan yerdə qılsın, müstəhəb namazları oturan yerdə icra eləməyin heç bir eybi yoxdur. Təbii ki, vacib namazların öz hökmü var, amma müstəhəb namazları oturan yerdə də icra edə bilərsiniz. Xüsusən də yaşlı insanlar, məsələn, mən indi bu 20 rükət namazı ayaq üstə oturan yerdə icra edir. Heç bir eybi yoxdur. Bir namaz da qeyd edirəm. İndi bəzən bu günlərdə ibadət eləmək istəyənlər çox olur, sual verənlər də çox olur. Bir namaz da sonra sözümü tamamlayıram. Bir namazımız da var, əziz qardaşlar, haman gecədə, yenə də şam xüftəndən sonra, amma bu birbaşa sonra deyil də. Yəni sonra deyəndə birbaşa demək deyil. Yəni fasilə verə bilərsin. O 2 rükət ki dedim, onda da fasilə verə bilərsiniz. Amma bu deyəcəyim namaz isə nədir? Bunu gecə ərzində, ta gecə namazına qədər, sübhə qədər qıla bilərsiniz. Bu 30 rükət namaz. Haman gecə sübhə qədər vaxtı genişdir, hər vaxtı istəsiniz. Bu namazı qılmaq, onu icra edə bilərsiniz. Yenə də 30 rükət namaz, sübh namazı kimi necə qılınır? 2 rükət, 2 rükət. Səhərlə sübh namazı kimi olur bu? 15 dəfə. Burada nə oxuyuruq biz? Həmd oxunur, Həmd surəsindən sonra Kafirun surəsi 1 dəfə oxunur, Qul Huvallah surəsi isə 3 dəfə oxunur. Bütün rükətlərdə belə. Həmd surəsi, Həmddən sonra Kafirun surəsi 1 dəfə, ondan sonra isə İxlas surəsi, Qul Huvallah surəsi 3 dəfə oxunur. Bütün rükətlərdə bu formada nədir? İcra olunur. Kim bu namazı icra eləsə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, nə olacaq? Ғəfərəllahu ləhu kullə zənbin səğirin və kəbir. Allah onun böyük və kiçik günahlarını bağışlayar. Və kətəbəhullah minəl musallin ilə sənətil muqbilə. Gələn ilə qədər Allah onu namaz qılanların sırasında qeyd eləyəcək. Və buriə minən nifaq, münafiqlikdən, ikiyüzlülükdən Allah ona nə verər? Şifa verər. Çünki o da bir növ mənəvi xəstəlikdir. Allah bu mənəvi xəstəliyi bu namazın hörmətinə ondan uzaq eləyər. Əziz qardaşlar, gözəl ay artıq bizə tərəf gəlməkdədir. Allahdan istəyək, dua eləyək. Allah bu ayda bizi hidayət olunmuşlardan qərar versin. Günahlarımızı bağışlasın. Bu ayın dəyərini, qiymətini bilənlərdən qərar versin. Allah günahlarımızı bağışlasın, bizi bu aydan günahla xaric eləməsin, günahsız xaric eləsin. Allah xəstələrimizdə tezliklə şifa inayət eləsin. Allah subhanahu və teala şəhidlərimizi rəhmət eləsin. Bu gözəl aylar ki, qarşıdan gəlir Rəcəb, Şəban, Ramazan, bu ayın bütün əməllərində, ibadətlərində bizləri müvəffəq olanlardan qərar versin inşallah. İnşallah bu əməllər ki, qeyd elədim, yenə də təkrar edirəm. Rəcəb ayının ilk gecəsinin nə idi? Əməlləri idi. İnşallah bunları icra edərkən bizləri də dualarınızda yaddan çıxarmayasınız inşallah. Allah hamımızı gərək mömin üçün dua eləsin. Biz bir-birimiz üçün dua etdiyimiz zaman Allah bizim dualarımızı daha tez qəbul edir. Ona görə duada ancaq mən deməyək. İmam Həsən deyir, mən anamı gördüm, eşitdim, gecənin qaranlığında gecə namazı qılırdı. O qədər qohum, əqraba üçün, insanlar üçün dua elədi, özü üçün heç də dua eləmədi. Sual verdim ki, bəs biz, dedi oğul, əvvəl qonşu, sonra biz. Bəs biz bu etiqadla, əgər əvvəl eli, obanı, dostu, səndən dua istəyənləri, bizdən dua istəyənləri dua eləsək, Allah
bizim ürəyimizə görə bizim də duamızı nə edər? Qəbul edər. Çünki ancaq mən özüm üçün istəsəm, Allah baxır görür ki, sən nəsən? Xəsissən. Ona görə nə də vermir sənə. Əvvəl cəmiyyəti də öz duanda şərik elə ki, Allah sənin dualarını versin. İnşallah bu mübarək ayda bir-birlərimizi də duada nə edək? Duada unutmayaq inşallah. Allah dualarımızı və ibadətlərimizi qəbul eləsin inşallah. Ən gözəl kəlam Allah kəlamıdır ki, Quran-ı Kərimdə deyir: Bismillahirrahmanirrahim. Vəl-asri innel insana lefi xusr illellezine amanu və amilus salihati və tevasav bil haqqi və tevasav bis sabr. Amennâ billah. Sadaqallahul aliyyul azim. Vesselamu aleykum cemi'an ve rahmetullahi ve berekatuhu.